Şəhid övladları üçün 4-cü Yaşad düşərgəsi başlayıb. Ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Hər bir düşərgə 5 gecə 6 gün əhatə edəcək. Avqustun sonunadək reallaşdırılacaq düşərgələrdə 10, 11, 12, 14, 15, 17 yaş kateqoriyasında olan şəhid övladları iştirak edəcəklər. Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti psixoloqlar tərəfindən müşahidə olunacaqlar. Yaşad fondu yarandığı gündən etibarən öz fəaliyyət istiqamətləri ilə yanaşı bir çox sosial layihələr həyata keçirilir ki, həm ölkə daxilində, həm ölkə xaricində sosial layihələri biz həyata keçirdirik. Bu günlərdə Yaşad düşərgəsi, 4-cü Yaşad düşərgəsini həyata keçirdirik və biz bu düşərgə boyunca 500-dən artıq şəhidlərimizin bizə əmanət olan övladlarının iştirakını gözləyirik. Bilirsiniz ki, şəhidlərimizin bizə əmanətləri bu düşərgələrdə aktiv iştirak edirlər və bu düşərgə onların yay tətilinin səmərəli keçməsinə öz töhfəsini verir, yeni biliklərin əldə olunmasına, yeni dostluqların qazanılmasına öz köməkliyini göstərir.